Bu gün 8 mart üçün nə almısan? Gül. 8 mart üçün nə almısınız? Ya sürünə ya doxu. 8 mart üçün nə almısan? Kiçik bir sept deyə düşünürəm. 8 mart üçün nə almısan? Almamışam, birazdan Nə alacağım. alacaqsan təxmini? Çıxacaq şəhərə gəzəcəyik. Təbii olaraq banal şeylərdən gül, hədiyyə. Bu gün 8 mart üçün nə almısan? Gül. Bu gün 8 mart üçün nə almısan? Gül almışam. Bu gün 8 mart üçün nə almısan? Gül. Özüm də gül satıram. Bu gün 8 mart üçün nə almısan? Gül almışam. Ətr almışam. Anama sep aldım, ətr aldım. 8 mart üçün bu gün nə almısan? Gün heç nə. Nə alacaqsan? Heç nə. Kiçik də olsa. Heç nə. Olmur axı elə. Olmur deyəndə mən Alsaydın nə alardın? alsam anama alardım, yəqin ki gül alardım, dəyərli bir şey alardım. Septdən ya da ki bilərzikdən falan qalmaq üçün. Bir də bacıma alardım, vəsiyo. Ona da yəqin ki gül alardım. 8 mart üçün nə almısan? Evdəkilərimə gül almışam. Başqa nə alardın? Pulum olsaydı əlbəttə ki, çox hədiyyə zad alardım. Pulun olsaydı bahalı nə alardın? Telefon. Ağır ki. Telefon bizdə də olduğuna görə 10 manat qazandın. Buyur. Buradan nə demək istəyirsən? Çox sağ olun. Hava razı olsun. 10 manatla nə edəcəksən? Özümə yeyib kabra zad alacam telefon üçün. Telefon almaq əslində ürəyindən keçmişdi amma üçün. Əlbəttə ki. Biz əvvəlcədən də təbrik edirsən. Çox sağ ol, təşəkkür edirəm. Dostlar, siz də qazanmaq istəyirsinizsə məni takip eləməyi unutmayın. Sağ olun.